Bizi qarşıda Bakıda xüsusən 2 maç gözləyir. Yəqin ki, ən real 3 xal gözü ilə baxdığımız məhz Ajaxdır. Ötən Avropa Liqasının liqa mərhələsində də Qarabağ Ajax özü gəlmişdi və onda biraz tərsinə idi vəziyyət. Ajax xallarını toplayırdı. Qarabağın vur-tut bir qələbəsi vardı. İndi Ajaxın ümumiyyətlə xalı yoxdur. Qarabağın 7 xalı var və Bakıda Ajax kimi artıq şanslarını demək olar ki, itirmiş bir komanda ilə görüşdə o 3 xal əldə eləmək olar. İndi turnir cədvəlində elə bir vəziyyətdir ki, 3-4 xal yəqin ki, yetərli olacaq. Ola bilər 1 xal da yetərli olsun. Bu daha çox rəqiblərin çıxışından da asılı olan məsələdir. Amma yenə də 3 xala köklənək, Ajaxın oyunundan 3 xala götürə bilsə Qarabağ, qarşıdakı digər ev maçında da bir xal olsa, 10-11 xal 24-də düşmək üçün kifayət edə bilər. Qarabağda bu güc də var. Bunu da gərək qeyd edək. Zədəsiz, xətasız, bəlasız bir dənə o maçlara gedə bilsək, bu heyətlə, bu hazırlıq səviyyəsi ilə, bu mental yanaşma ilə